Salam əziz dostlar, dinləməni dinləyək və suallarımıza baxaq. Amelia Earhart was a famous woman pilot of the 20th century. She had a lot of achievements which were unbelievable for that time. She studied medicine after finishing high school. One day Amelia and her father visited an air show in California. That day Amelia also flew on a plane for the first time. After that she attended flying lessons and got approval to fly a plane. Later, Amelia was invited to take part in a historic event. Together with other pilots, Amelia was the first woman who flew across the Atlantic. After 15 hours of flying, she was met as a hero in the United States. Although Amelia became the most famous woman pilot in the world, she wanted to be the first woman to fly around the world. So, in 1937 she flew across the Pacific Ocean, but she was never seen from that time again. The United States government looked for Amelia for days, but they could not find her anywhere. Dinləməni dinlədik. Dinləmə mətnimiz burada görünür artıq. Amelia Earhart'dan danışır. Məşhur Amerikan pilotdur, 20-ci əsrin pilotlarından. Nə deyir birincidə? Deyir ki, Amelia 20-ci əsrin məşhur qadın pilotu idi və deyir o çoxlu deyir nailiyyətləri var idi. Deyir nailiyyətlərə imza atmışdı deyir. Hansı ki deyir o vaxt üçün də inanılmaz idi. Orta məktəb bitirdikdən sonra tibb təhsili almışdı. Bir günləri deyir Amelia atası ilə Kaliforniyada aviasiya şousuna deyir qatıldı. Baxın atası ilə getmişdi və bu gündən Amelia həmçinin ilk dəfə idi deyir təyyarədə uçurdu və bundan sonra deyir o hansı uçuş dərslərinə qatıldı və deyir təyyarə idarə etmək üçün neynədi? İcazə aldı və daha sonra deyir Amelia neynədi? Later-dir. Daha sonra Amelia tarixi bir tədbirdə iştirak etməyə dəvət idi və deyir o orada deyir digər pilotlarla birlikdə Amelia Atlantik okeanı keçən ilk deyir qadın oldu deyir. Və bundan deyir 15 saat sonra deyir o deyir Amerikada məşhur bir qadın pilot olaraq neynədi? Of Flying She Was Met qarşılandı. Həmçində Amelia deyir become the most famous pilot in the world və dünyada da deyir nə idi deyir tanınmış məşhur deyir pilot idi və deyir o istəyirdi ki ilk dəfə deyir ilk qadın olaraq dünyanı gəzən ilk qadın olmaq istəyirdi. Buna görə də 1937-ci ildə Sakit okeanı keçir, lakin o vaxtdan bəri bir daha onu heç yerdə neyniyiblər, görməyiblər. Birləşmiş Ştatlar dövləti deyir Amelia'nı həmin gündən sonra axtardı və onu deyir heç yerdə tapmadılar. Heç yerdə tapmadılar. Ona görə baxaq birinci sualımızda nə istəyir? Deyir Amelia nə istəyirdi? Amelia istəyirdi ki, she wanted to be the first woman to fly around the world. Dünyanı gəzən ilk qadın olsun. A variantında deyir ki, aviasiya şousuna qatılmaq istəyirdi. Xeyr, zaten qatılmışdı atası ilə. B variantında deyir ki, dərslər versin universitetdə, uçuş dərsləri. Xeyr, və deyirdi ki, deyir she wanted to make the USA the most dünyada ən məşhur ölkə etsin Birləşmiş Ştatları. Xeyr. Yedi dedi she wanted to achieve something which was common for the time. O vaxtda mühüm olan bir şey nailiyyət qazansın. Orada bir çox şeylərdə artıq o qazanmışdı. C variant doğrudur. Və cümləni tamamlayır. Amelia was the first woman who flew across the Atlantic. Belə Atlantik okeanı keçəndir, ilk qadın olmuşdur. Tibb təhsili alsın və yaxud Kaliforniyanı uçsun, keçsin. Couldn't get approval qazana bilmədi. Uçuş belə deyək üçün imkan qazanamadı. Could finish high school, yəni ali təhsil qazandı. Xeyr, A variantı doğrudur. Mətn nə haqda idi? Əlbəttə ki, famous woman pilot, məşhur qadın pilot haqqındadır. A variantında deyir, uçuş dərslərinə qatıldı və yaxud tarixdə uğurlar, nailiyyətlər qazandı 20-ci əsrin pilotları. Xeyr, Birləşmiş Ştatlardakı qadınların həyatı. Xeyr. True false tapşırıqlarımıza baxırıq. Birinci false'dur. Orada deyir ki, atası ilə qatılıb. Burada anası ilə yazıb. Xeyr. Ona görə B-dir. Amelia wasn't seen after flying across the Pacific. 1937-ci ildən bəri görsənmiş, görünmür. Bəli, bu doğrudur.
After 15 hours of flying, Amelia was met as a hero in the United. Birləşmiş Ştatlarda deyir 15 saatlıq uçuşdan sonra deyir bir deyir qəhrəman kimi qarşılandı. Bu vardı, doğrudur və burada deyir ki, Birləşmiş Ştatlar deyir dövləti onu axtardı və tapdı. Orada sonda deyir ki, tapmadı. Ona görə bu da yanlış variantımızdır. Dinləmə, belə deyək, tapşırıqlarımızın da düzgün cavabları bunlardır. Sağ olun.